Salam əziz abituriyentlər və əsasında 8-ci siniflər. Bu videomuzda Türkiyə Dəyanət Vəqfinin Bakı Türk Liseyi üçün 2024-25-ci illər qəbul imtahanında istifadə elədiyi coğrafiya suallarını müzakirəsini edək. 51-ci suala baxaq. Düzgün uyğunluğu seçək. Doğru və yanlış sütunlarda verilən fikirləri müqayisə edəcəyik. Semyon Dejnyov Avrasiyanın ucqar şərq nöqtəsinə hələ 17-ci əsrin ortalarında çatmışdı şərti doğrudur. Deməli, biri götürürük. Alexander Humboldt 1799-1804-cü illərdə Kongo, Zambezi çaylarının yuxarı axınlarını öyrənmişdi şərti yanlışdır. Çünki Alexander Humboldt Kongo və Zambezi çaylarını deyil, Amazon və Orinoco kimi Cənubi Amerika çaylarını tədqiq etmişdir. İkinci şərt yanlışdır. Üçüncü şərtə baxaq. Hipparx yerin öz oxu və günəş ətrafında fırlandığını demişdir şərti doğrudur, amma yanlış sütununa verildiğine görə götürmürük. Torpaq coğrafiyası elmi 19-cu əsrin sonu 20-ci əsrin əvvəllərində Dokuçayevin mərkəzi düzənliklərdə deyil, Rusiyanın Avropa hissəsində apardığı tədqiqatlardan sonra yaranmışdır. Yanlış fikir olduğuna görə və yanlış sütununa verildiğine görə götürürük. 1-4 cavab D variantı. Faydalı qazıntıların bitki və heyvan növlərinin yayıldığı ərazilər hansı üsulla təsvir olunur? Sualına areal cavabını deyirik. Cavab D variantı. Yer səthində əkin sahəsi 200 kvadrat kilometr olarsa, 1 bölünsün 200 min miqyaslı xəritədə neçə dama ilə təsvir oluna bilər? Yəni burada miqyas 1 bölünsün 200 min verilib, dama dedikdə isə paletkanın damalarının sayından söhbət gedir. Biz bilirik ki, paletkanın 4 daması 1 kvadrat santimetrdir. Deməli, biz öncə xəritədəki sahəni tapmalıyıq ki, sonra onu damaların sayından ifadə edək. Xəritədəki sahə bərabərdir. Həqiqi sahə bölünsün miqyasın kvadrat düsturu bizə məlumdur. Həqiqi sahəmiz 200 kvadrat kilometr, miqyasımız isə 5,0 silsək 2 kilometrdir. Onun da kvadratı 4 eləyir. 200-ün 4-ə nisbəti 50 kvadrat santimetr eləyir. 50 kvadrat santimetrdə 4 damanı 1 kvadrat santimetr götürsək, 50-ni 4-ə vurmalıyıq. O da eləyəcək 200 ədəd dama. Cavab B variantı. Siklona aid olan xüsusiyyətləri göstərək. Əvvəla biz bilirik ki, siklon mərkəzində alçaq təzyiq olan qapalı təzyiq sahəsində əmələ gəlir. Şimal yarımkürəsində saat əqrəbinin əksinə, cənub yarımkürəsində isə saat əqrəbinin hərəkəti istiqamətində fırlanır. Atmosferin yüksək qapalı təzyiq sahəsində əmələ gəliş şərti yanlışdır, çünki siklon alçaq təzyiqə aiddir. Şimal yarımkürəsində saat əqrəbinin hərəkəti istiqamətində deyil, onun əksinə fırlanır. Deməli, ikinci şərt də yanlışdır. 1 və 2-ci rəqəmlərin verildiyi variantları silsək, yalnızca A variantı qalır. Atmosferin alçaq təzyiq sahəsində əmələ gəliş şərti doğrudur. Tropiklərdə tornado əmələ gətirir şərti də doğrudur. Atmosferin qapalı təzyiq sahəsinin mərkəzində şəlakət sözü antisiklona aiddir və şəlakət tam səssiz, sakit havaya deyilir ki, o antisiklona aiddir. 5-ci şərtdə yanlışdır. Cavab A variantı. Birinci tip təbii artımın səciyyəvi olduğu ölkələr hansı problemlə üzləşə bilər? Bilirik ki, birinci tip təbii artım yüksək inkişaf səviyyəsinə çatmış ölkələrdə əsasən rast gəlinir və burada əhalinin təbii artımı az olur, urbanizm səviyyəsi yüksək olur. Demoqrafik partlayış ikinci tipə aiddir. Tibbi xidmətin aşağı səviyyəsi ikinci tipə aiddir. Şəhər əhalisinin payının yüksək artımı istiqaməti yenə ikinci tipə aiddir. Yalançı urbanizasiya ikinci tipə aiddir. Burada suburbanizasiya desəydi birinci tipə aid olardı. Demoqrafik böhran isə bayaq şərti izah edəndə dedim ki, əhalinin azalmasından söhbət gedir, yəni cavab Y variantı. Qrafikdə X məntəqəsinə günorta vaxtı günəş şüalarının il ərzində düşmə bucaqları göstərilmişdir. Buna əsasən X məntəqəsi üçün verilmiş xüsusiyyətlərin hansının doğru olmadığını müəyyən edək. Əvvəlcə baxırıq ki, 21 mart və 22 iyuna doğru günəş şüalarının düşmə bucağı artırsa, deməli bu şimal yarımkürəsidir. Və 21 martda və 23 sentyabrda günəş şüaları 40 dərəcə bucaqla düşürsə, deməli bu 50 dərəcə şimal enidir. Çünki biz bilirik ki, günəş ekvatorda olanda
Günəş şüalarının düşmə bucağı ilə o günəş şüalarının düşdüyü coğrafi enliyin cəmi 90 dərəcə təşkil eləməlidir. Biz artıq X məntəqəsinin 50 dərəcə şimal enliyində olduğunu bilmiş olduq. Mülayim işğalma quşağında yerləşir şərti doğrudur və götürmürük. 22 dekabrda qış fəsli başlayır, şimal yarımkürəsinə aid olduğu üçün doğrudur, götürmürük. Qütb gecə gündüzləri baş vermir şərti doğrudur, götürmürük. Çünki qütb gecə gündüzləri 66,5-dən etibarən başlayır. 50 dərəcə şimal enində yerləşir şərti doğrudur, götürmürük. 22 iyunda ən uzun gecə müşahidə olunur şərti isə yanlışdır. Çünki 22 iyunda şimal yarımkürəsində yaydır və ən uzun gündüz müşahidə olunmalı. Cavab E variantı. Bakı şəhərindən 0 dərəcəli azimutda 3330 km məsafədə yerləşən və yerli vaxtı Bakı şəhəri ilə eyni olan, yəni Bakı ilə eyni meridyanda olan məntəqə üçün xarakterik deyil. Bakı 40 dərəcə şimal endədir. 3330 kilometrdə 30 dərəcə eləyir. 40-ın üstünə 30 gəlsək, deməli məntəqə 70 dərəcə şimal endə yerləşir. Bakı ilə eyni coğrafi uzunluqda olduğuna görə də 50 dərəcə şərq uzunluğu dəyişməz olaraq qalır. Qış günlərində qütb gecələri müşahidə olunurmu? Bəli, 66,5-dən böyük olduğuna görə bu şərt doğrudur, götürmürük. Şimal qütb dairəsindən cənubda yerləşir şərti isə yanlışdır. Çünki şimal qütb dairəsi 66,5 dərəcə şimal endədir, 70 dərəcə şimal eni isə ondan daha şimaldadır. Deməli, B variantını götürə bilərik. Şimal və şərq yarımkürələrində yerləşir şərti doğrudur, götürmürük. Yay gün dönümündə qütb gündüzləri müşahidə olunur şərti doğrudur, götürmürük. Qrinviç meridianı ilə yerli vaxt fərqi 3 saat 20 dəqiqədir, şərti də doğrudur. Belə ki, 50 dərəcə şərq uzunluğu ilə 0 dərəcə, yəni Qrinviç arasında 3 saat 20 dəqiqə vaxt fərqi var. Y variantı da doğru olduğu üçün götürmürük. Dünya okeanının 6 ton suyundan alınan duzun miqdarı ilə 3 ton qırmızı dənizin suyundan alınan duzun miqdarı arasında fərqi kiloqramla ifadə edək. Bilirik ki, dünya okeanının orta duzluğu 35 promildir. 6 tonu 35'ə vursaq eləyəcək 210 kiloqram. Qırmızı dənizin suyu isə 42 promildir və onun 3 ton suyunu 3'ü vururuq 42'ye, o da eləyəcək 126. Aralarındakı fərq 84 kiloqramdır, yəni C variantı. Ölkə əhalisinin sayı 2012-ci ildə 80 milyon, 2020-ci ildə isə 84 milyon nəfər olmuşdur. Yəni görünən odur ki, ümumi artım 4 milyondur. Bu illər ərzində ümumi təbii artımın 20% mexanik artımın, yəni ölkəyə gələnlərin sayını olmuşdur. Keçən dövr ərzində təbii artım sabit qalması nəzərə alaraq 1000 nəfər olan təbii artımı müəyyən edək. 4 milyonun 20% mexanik artımıza deməli 80% təbii artımdır. Yəni 3,2 milyon nəfəri. Və 1000 nəfərə görən təbii artımı hesablayanda tənasübün bir tərəfinə ümumi əhali ilə artan əhalini, digər tərəfinə isə 1000-dən x-i nisbət edirik. Yəni 80 milyonun 3 milyon 200 minə, minə də x. Burada 3 sıfırla bu 3 sıfırı, buradan da 6 sıfırı silsək qalır 80x bərabərdir 3200, x də bərabərdir 40. Deməli, 4 neçə il ərzində? 8 il ərzində 1000 nəfərə 40 nəfər artıbsa, 40 nəfəri 8-ə bölsək cavabımız 5 qalacaq. Yəni C variantı. İstiqaməti yanlış göstərilmiş okean cəryanlarını müəyyən edək. Burada labrador cəryanının istiqaməti yanlış verilib, Kanar cəryanının istiqaməti yanlış verilib və Şərqi Avstraliya cəryanının istiqaməti yanlış verilib. Labrador və Kanar hər ikisi soyuq cəryandır və ekvatora doğru axmalıdırlar. Böyük Şərqi Avstraliya cəryanı isə isti cəryandır və qütbə doğru axmalı idi. 1, 2, 6 cavab C variantı. Xəritə sxemində verilmiş şəhərlərdə yağıntıların miqdarına təsir edən amilləri müəyyən edək. London şəhəri mülayim dəniz iqlimində, Miami şəhəri isə tropik rütubətli iqlim vilayətində yerləşir. A variantına baxaq. Miami şəhərinə isti okean cəryanı təsir edə bilər.
Amma London şəhərinə quru üzərindən gələn passat küləklərinin təsiri olmaz. Çünki passatlar tropik enlikdən ekvatora doğru əsir, ancaq London mülayim zonadadır. Deməli, A şərti yanlışdır. Qərb küləklərinin təsiri Miamiyə təsir eləməz. Çünki qərb küləkləri tropikdən mülayimə doğru əsir. Deməli, B şərti də yanlışdır. C variantında Miami şəhərinə isti okean cəryanı təsir edər. London şəhərinə də qərb küləkləri təsir edər. Çünki qərb küləkləri tropikdən mülayimə doğru əsən küləklərdir. Deməli, C variantı ödənir. Soyuq okean cəryanı təsiri Miami'də yoxdur. Soyuq okean cəryanı yoxdur orada. Sonra yenə Y variantında da Miami'yə təsir edən soyuq okean cəryanı yoxdur. Yaponiya və Almaniyaya aid olmayan xüsusiyyəti müəyyənləyin. Hər ikisinin dünya okeanı birbaşa çıxışları var. Hər ikisi böyük yeddiliyə daxildir. Hər ikisi yüksək inkişaf etmiş ölkədir. Amma heç biri köçürmə kapitalist ölkəsi deyil. Və emalcı sənaye inkişaf edib hər ikisində də bu doğrudur. Xəttə sxemə əsasən yay rütubətli, isti və qışı quru isti. Deməli, bu subekvatorial ərazidir. Qırmızı qonur torpaqları yenə subekvatoriala aiddir. Baobab, akasiya ağaçları yenə subekvatorial ərazidədir. 3 mülayimdir, 5 subtropikdir, 4 ekvatorialdır, 1 tropik səhradır, 6 da tropikdir. Subekvatorial olaraq bir dənə 2-ni qeyd edə bilərik. Cavab C variantı. Həkəri Gilgil çaylarının hövzələrində və Kiçik Qafqazın cənub-şərqində yayılmış quraqlığa davamlı palıd növləri hansılardır? Həkəri və Gilgil çaylarının hövzələrində Gürcü palıdı, Kiçik Qafqazın cənub-şərqində isə Araz palıdı yayılmışdır. Cavab B variantı. Texnoloji cəhətdən bir-biri ilə qarşılıqlı əlaqədə olan istehsal sahələrinin və ya proseslərinin bir müəssisədə birləşməsi təmərküzləşmə adlanır. Cavab A variantı. Doğru olan ifadəni müəyyən edək. Adalar qövsül təsvir havalarının kənarlaşma zonasında deyil, toqquşma zonasında əmələ gəlir. Dərin okean çökəntiləri materik tipli yer qabığına malik olan iki təsvir havasının sərhədində əmələ gəlmir. Bir materik, bir okean toqquşmasında əmələ gəlir. Orta okean silsilələri materik və okean tipli yer qabığına malik olan iki təsvir havasının sərhədində deyil, okean mərkəzində ayrılma zonasında əmələ gəlir. Quruda iri dağ sistemləri okean tipli yer qabığına malik olan iki təsvir havalarının sərhədində əmələ gəlir. Şərt də yanlışdır. Quruda iri dağ sistemləri materik və ya okeanın toqquşmasından və ya iki materikin toqquşmasından əmələ gəlir. Rif dərəsi təsvir havalarının kənarlaşma zonasına əmələ gəlir. Şərt isə doğrudur. Divergent zonanın mərkəzində əmələ gələn çat zonası rif dərəsi adlanır. Səhra təbii zonasının yaranmasına təsir edən cəryanlar. Bilirik ki, bunun üçün soyuq cəryan lazımdır. Çünki soyuq cəryanlar axdıqları yerdə suyun buxarlanmasının qarşısını alır. Buxarlanma olmadıqca bulut və yağış da olmur və səhra formalaşır. Kurosio isti cəryandır, Qvineya isti cəryandır, Bengal soyuq cəryandır, Kanar soyuq cəryandır, Peru soyuq cəryandır, Mozambik isti cəryandır. 2, 3, 5 cavab B variantı. Səhv ifadəni seçək. Ölkəmizə şərqdən daxil olan hava kütləsi yayda isti, qışda soyuq və quru hava kütləsi gətirir şərti doğrudur. Orta Asiya hava kütlələrinə aiddir bu. Şpitsbergen və Qrenlandiya adaları üzərindən Respublikamıza dəniz arktik hava kütləsi daxil olur şərti doğrudur. Kara və Barents dənizləri üzərindən isə kontinental arktik olmalıdır. Aralıq dənizi və Kiçik Asiyadan Respublikamıza tropik deyil, cənub siklonları daxil olur. Deməli, C şərti səhvdir və bizə lazımdır. Qərb küləkləri Alaska və Çinin cənub-qərb qurtaracağına bol yağıntı gətirir şərti doğrudur. Şərqi, cənub-şərqi və Cənubi Asiya musson küləkləri xarakterikdir. Bu da doğru şərtdir. Verilmiş iqlim qrafinə hansı iqlim qurşağı təsvir olunub? Temperaturun 20-30 arası olması və yağıntının yay aylarında bol olması bu şimal yarımkürəsindəki subekvator iqlim qurşağını ifadə edir. Cavab Y variantı. Sxemə əsasən 60 dərəcəli paralel çevrəsinin uzunluğunu hesablayaq. Gördüyümüz qədər burada 10 və 50 dərəcə şərq uzunluqları arasında, yəni 40 dərəcədə 2232 kilometr verildiyi göstərilir. Tənasübü belə qura bilərik.
40 dərəcəsi 2232 olanın 360 dərəcəsi x olar. Burada tənasübü çarpması hesablaya da bilərik. Ən yaxşısı ilə 2232-ni 9-a vurmaqdır. Çünki 40 ilə 360-ın arasında 9 qədər fərq var. 9 dəfə fərq var. 2232-ni də 9-a vuranda cavabımız 20088 olacaq. Yəni cavab B variantı. Afrikada ekvatordan şimalda Aral dənizinə kimi təbii zonaların yerləşməsi ardıcıllıq mənili. Ekvatorial həmişəyaşıl rütubətli meşələr birinci gələr. Ardından ekvatorial və subekvator iqlim quşağının arasında dəyişkən rütubətli meşələr, sonra subekvator iqlim quşağında savan və seyrək meşələr, ardından tropik səhralar, ən sonda codyarpaqlı meşə və kolluqlar olar. Yəni cavab A variantı doğrudur. Cədvəldəki ölkələri təbii ehtiyat ilə təminata görə azalan sıra ilə düzək. Bilirik ki, təbii ehtiyatla təminat iki cür hesablanır. Ya əhalinin sayına görə, ya da illik hasilatın neçə ilə bəs eləyəcəyinə görə. Burada da əhalinin sayına görə olduğuna görə müvafiq olaraq ehtiyatın miqdarını əhalinin sayına bölüb cavabı tapırıq. Burada ABŞ-da 249,6-nı 340-a böləndə təxminən 0,73 alınır. Rusiyada 162,2-ni 146-ya böləndə təxminən 1,11 alınır. Və Avstraliyada 149-u 26-ya böləndə təxminən 5,73 rəqəmi alınır. Burada 3-2-1 ardıcıllığı azalma ardıcıllığıdır. Konvergent sərhəddə, yəni litosfer havalarının toqquşma zonasında aid olanları seçək. Şimali Atlantik silsiləsi Şimali Amerika ilə Avrasiyanın arasındadır və divergent zonadır. Aleut adaları Sakit Okeanın şimalında konvergent zonadır. Peru çökəkliyi Naska və Cənubi Amerika havalarının arasında konvergent zonadadır. Azor adaları Orta Okean dağ silsiləsində divergent zonadır. Atlas dağları Afrika və Avrasiya litosfer havalarının arasında konvergent zonadır. İslandiya adası yenə Orta Okean dağ silsiləsində divergent zonadır. Cavabımız 2, 3, 5. Xəritə sxemdə Kür tektonik çökməsinə aid olan əraziləri seçək. Burada biz Kür tektonik çökməsinə Qanıq Əyriçayda olan 5-i, Şirvan düzündə olan 1-i və Lənkəran ovalığında olan 4-ü götürə bilərik. 2 rəqəmi ilə Qobustan zonası Böyük Qafqazda, 6 rəqəmi ilə Qusar Maylı düzənliyi Böyük Qafqazda da götürülə bilər. Bir hissəsi Ön Qafqaz tektonik çökməsində də götürülə bilər. 3 rəqəmi ilə verilən Şərq Ordubad zonası isə daha da etsək Culfa rayonuna qədər burada Araz Cavan platforması və əyilməsi zonası götürülə bilər. Cavab 1, 4, 5. Uyğunluğu məniləyək. Qütb gecə gündüzlər müşahidə olunur, günəş zenitdə olur. Böyük Britaniya adası nə tropik xəttlər, nə də qütb dairəsi ilə kəsilmədiyinə görə bu iki şərtin heç biri Böyük Britaniya adasına aid deyil. Norveç qütb dairəsi ilə kəsildiyinə görə qütb gecə gündüzlər müşahidə olunur. 1-ə B. Meksika tropik xəttlə kəsildiyinə görə günəş zenitdə olur. 2-yə C. Hindistan tropik xəttlə kəsildiyinə görə günəş zenitdə olur. 2-yə D. Və Kanada qütb dairəsi ilə kəsildiyinə görə qütb gecə gündüzü müşahidə olunur. 1-ə Y. Hər kəsə faydalı olması ümidi ilə təşəkkür edirəm.